Gəldanışlar bölüm 21. Bəşər tarixinin hələ də cavabını tapmaqda çətinlik çəkdiyi həmin o sual, sevgi. Cavabını isə klinik psixoloq Sevinç Məmmədovdan soruşaq. Sevinç xanım, xoş gəlmisiniz. Çox sağ olun. Təşəkkür edirəm. Klişe bir sualdan başlayaq. Sevgi nədir? Sevginin siz elmi mahiyyətini istəyirsiniz, yoxsa həyati? Həyatidən başlayaq. Gəl belə deyək, mən elmi mahiyyətini sizə həyati qaydada başa salım. Sevgi, cinsi tələblərin, duyğusal bağımlılığın daimi çevrilmə, daimi inkişaf etdirilmə formasıdır. Necə? İnsan ilk gördüyündə zahirən fiziksel tələblər fonunda insana qarşı qeyri-adi bir simpatiya yaranır. Və bu simpatiya fonunda cinsi duyğular, tələblər formalaşır. Və bundan sonra isə bu münasibəti davam etdirmək məqsədilə duyğusal bağımlılıq yaranır. Duyğusal bağımlılığı isə daimləşdirmək üçün uzun müddətli münasibətlər formalaşmağa ehtiyac duyulur. Bax, bu sevgidir. Sevgi yalnız ehtiras deyil. Sevgi yalnız zahiri gözəllik deyil. Sevgi yalnız duyğusal bağımlılıq deyil. Və eyni zamanda bunun üzərində işləyərək daimi yanında olmasını, aparılmasını, təkmilləşdirmə formalaşdırılmasını istəyən bir hissdir. Və belə deyirlər də adətən biz qəlbimizlə sevirik. Həqiqətən də qəlbimizlə sevirik, yoxsa beynimizlə, ya gözlərimizlə? Yox, bu doğru deyil. Qəlb və ruh hər ikisi bir aradadır. Ruhsuz qəlb heç nədir, qəlbsiz ruh heç nədir. Ruhsal bağlılıq eyni zamanda qəlbin bağlı, yəni fiziksel tələblərə də formalaşır. Yəni sevənə toxunma, əlindən tutma, yanında olması, varlığını hiss etməsi bu artıq ruhun deyil, eyni zamanda fiziksel tələblərin bir verdiyi formatdır. Ancaq gəl açıq danışaq, bugün daha çox gəncliyimizdə, mən bugün istərdim ki, biz sevgini doğru təbliğ edək və sevgini düzgün formada gənclərə aşılayaq. Yəni sevgini özlər bugün verilişimizə baxarkən düşünürsünlər ki, mən həqiqətən sevirəm, yoxsa bu sadəcə fiziksel tələbdir. Bəs Sevinç xanıma görə sevgi necə bir şeydir? Sevinç xanıma görə elmin dediyidir sevgi. Yəni elmi əsaslara görə duyğusal və fiziksel bağımlılığın bir ortada formalaşması. Yəni yalnız fiziksel deyil və eyni zamanda daxili duyğusal tələblərin formalaşacağı, özünü komfortda rahat hiss edəcəyi bir yer sevgidir, sevgi məkanıdır. Doğuşdan bəri insan, bayaq siz sual verirsiniz ki, mən soruşdum ki, siz Sevinç xanım, nə vaxt insanın sevgiyə tələbatı yaranır? Sevgiyə tələbat elə ana bətnindən, uşağın bir həftəliyindən formalaşır. Yəni, hətta nə üçün sevginin təbliğində məhz analara hamiləlik dövründə övladına sevgi, qayğı, ilişki göstərməsini istəyirlər. Onunla danışmasını Bu ehtiyac niyə yaranır? Yəni sevgi... Bu duyğusal bir bağımlılıqdır. Yəni, ana ilə ilk sevgi, ana ilə övlad arasında formalaşmağa başlayır. Əgər bir fərd cəmiyyətdə formalaşır əlbəttə, bir şəxsiyyət formalaşır, fərd ana bətnində, ana ilə ilkin duyğusal bağımları yoxdursa, belə insanların gələcəkdə həqiqi sevgidə uğurlu olacağı böyük bir şübhə altındadır. Yoxdur demək olar, böyük bir ehtimal yoxdur. Çünki hələ mənə rastlaşdığım bunda, yəni ən çox sevgidə kimlər uğurlu ola bilirsinizmi? Oğlanlarda ana ilə münasibətləri düzgün qurulmuş oğlanlarda, xanımlarda isə ata sevgisini öyrən qızlarda. Burada doğru balans nədir? Burada doğru valideyn balans sevgisindən, yəni bəli, doğru balans odur ki, ümumiyyətlə sevginin ilk aşılayıcısı ailədir. İnsan harda formalaşır? Ailədə. Ailə kiçik bir cəmiyyətdir. Cəmiyyətə hardan çıxır? Ailədə. İlk sevgini uşaq atanın anaya olan münasibətindən, ata-ananın övladı olan münasibətindən, hətta heyvanlara olan münasibətindən belə görək formalaşır. Əgər bir gəncin həyatında uğursuz sevgilər dəfələrlə varsa, bu demək o insanın axtarışda olmalıdır. Yəni bu demək bu insanın özünü tapmaması, sevgidə özünü düzgün tapmamasını göstərir. Sevgi ehtiyacı doğuşdan yaranır, valideynlər tərəfindən, ana bətnindən bu yana gəlir.
elə uşaqlar da var ki, valideyn tərəfindən sevgini görmürlər. Valideynsiz böyüdən uşaqlar da var. Bəs onlar sonradan nə dərəcə sevgini tapa bilirlər? Çox böyük statistik nəticələr, araşdırmalar göstərir ki, çox nadir hallarda ana ata sevgisindən məhrum uşaqların uğurlu sevgi və ilişim həyatı olur. Və çox nadir hallarda onlar uğurlu sevgi sonluğu ilə, yəni biz belə ki, sevginin sonu davamlılığın artırılması, burada sevginin sonucu mütləq ailə qurmayla tamamlanmalıdır. Yəni bir insan fiziksel tələblərini, duyğusal bağımlılığını əgər o qarşı adama varsa, bunun davamlılığını gətirməlidir. Yəni necə fiziksel tələbləri var, necə duyğusal bağımlılığı var və eyni zamanda bunu daimi gətirməlidir. Yəni sevgi budur. Sevgi ehtiras bir neçə anlıq, bir neçə aylıq, bir neçə günlük deyil. Sevgi daimi bir hissdir. Yəni buna çox böyük duyğusal tələblər, çox güclü duyğusal və fiziksel bağımlılıq lazım gəlir. Bu deyirlər, misal üçün deyirsiniz ki, daimi olan bir şeydir. İnsanlar ailə qurur, evlənirlər və sonra da deyirlər ki, mənim artıq sevgim bitdi, tükəndi. Demək, bu hansı haldır? Bu hansı halda? Demək, burada davamlılıq olmuyor. Adətən statistikada göstərir. Yəni bunu tətikləyən nədir? Bunun bitməsi mümkündürmü, bitməsi? Bəli, mümkündür. Məsəl üçün böyük bir sevgi ilə qurulan ailə 12 ildən sonra, artıq elm araşdırma 12 ildən sonra ailədə sırf dostluq başlayır. Sevgi deyil, fiziksel tələblər deyil, sırf doğru, düzgün, dürüst bir dostluq. Və bu ailələr çox uğurlu olurlar. Yəni əsasən yalnız fiziksel tələbə sevgiyə deyil, duyğusal tələblərə deyil, eyni zamanda məişət problemlərinin adlaya biləcək gücə malik bir dostluğa malik olmalıdır. Sizcə niyə hal-hazırda daha çox boşanmalar var? Çünki gənclər bunun davamını gətirə bilmir, dostluq yarada bilmir. Əgər bir münasibətlərdə, sevgi münasibətlərində onun davamlılığı dostluğa gəlib çıxmırsa, bu sevgi deyil. Ümumiyyətlə, sevgi mücərrəd bir varlıq kimi görülsə də, əslində düşüncələr maddi olduğu kimi, sevgi də maddi bir varlıqdır. Sevgi sadəcə görünməyən, hiss olunan, necə məsəl üçün, mən sizə sual verim, havanı görürsünüzmü? Deyəcəksiniz, yox, hava yoxdurmu? Var. Düşüncə yoxdurmu? Var. Amma görmürük. Düzdürmü? Düşüncəni biz göstərə bilirik. Eyni zamanda sevgi də belə bir hissdir. Duyğusal və bu var. Sadəcə bunu davranışlarda, baxışlarda, həyat yaşayış tərzində göstərmək mümkündür. Məsəl üçün, bir gəncin sevgisini adətən xanımlar bir-birinə olan marağını ilk baxışdan tuturlar. Yəni, burada bəli, sadəcə maraq da ola bilər, fiziksel, cinsi maraq da ola bilər və eyni zamanda dərin mənəvi bir araşdırma marağı da ola bilər. Bu, o dediyimizdə ilk baxışda sevgi var mı deyir? İlk baxışda sevgi yox, fiziksel bağımlılıq var və çəkicilik var. Adətən biz bunu kinolarda şişirdilmiş görürük, səhnələri görür, adətən oğlanlar da olur, qarşı cinsi görür, nə bilim bir ürəyində bir nə bilim sancı oldu, nə bilim qarnına nə bilim nə oldu falan filan bu kimi şeylər. Kelebeklər uçuşdu söhbət etdi. Bunun altında hansı hisslərdən? Bu insanın emosional, duyğusal yanaşımıdır. Qarşı tərəfə olan güclü simpatiya, maraq insanın daxili duyğularında, hissində, bu zaman sürətli ürək döyünmə başlayır, qan dövranı sürətlənir, beyin oksigen qidalanması azalır və bəli, insanda bu hiss yadda qalır. Başa düşürsünüz? Niyə məhz başqasının deyil, o adamı görərkən bu hissləri keçirdim? Onu verəcəydim, o sağ olun. Bəli, bu artıq davamlılığa keçir. Və məhz o adam daim axtarışda olur. Elə gənclər var ki... Onu tətikləyən nədir? Çünki biz indi müəyyən bir yaşa qədər minlərlə adam görürük. Yəni, ora qədər gəlmir. O yaşla əlaqəlidir, yoxsa yaşadıqlarına əlaqəlidir? Bu yaşla heç bir ilgisi yoxdur. Məsəl üçün, yaşla ilgisi hansı halda ola bilər? Adətən 13-14 yaşlarındakı bir gəncin yaşadığı duyğusal anlarla, sevgiyə baxış tərzi ilə heç vaxt 25-30 yaşlar arası insanın eyni ola bilməz. Çünki burada emosionallıq, daha çox təbiilik 13-14 yaşlarda olur. Ən doğru sevgi, həmişə deyirəm, yeganə təmənnasız sevgi erkən yaşlarda olan bir sevgidir. Burada ailənin sevgi göstərməsi səbəbi ola bilər, yəni? Xeyr, bu ola bilər, ancaq baxır hansı halda.
Ailədə, məsəl üçün, elə bir xanım var ki, ailədə həqiqətən böyük sevgi ilə böyüyüb, hədsiz böyük sevgi ilə böyüyüb. Amma bu insanın həddindən artıq çox şişirilməsi, həddindən çox əzizlənməsi onu yalnız özünə olan sevgisinə çevrilib bu. Hələ ki, belə xanımların, belə bəylərin sonra böyük sevgisi ola bilər. Ancaq hansı halda onlar mübarizə meydanında tək qalarkən və hər hardasa özünün artıq bu dönəmdə heç kim kömək etməyəcəyini hiss eləyərkən, problemləri təkrarlayarkən, bəli, sevgi bu insan üçün təkcə sevgi deyil, həyata maraq belə dəyişir. Yəni, xoşbəxt bir ailədə böyümüş, daim sevgi görmüş, istər qız, istər oğlan, onlar sevgini gec tapa bilərlər. Ona görə onların baxış tərzinə biz nə etməliyik? Baxmalıyıq. Yəni, bu insanın maraqları nədir, xarakteri nədir, temperamenti nədir? O zaman biz qısa belə cavab verə bilərik də, sevgisizlik insanı məhv edir. Bəli, bu doğrudur. Bunun altında bəs dediyim bayaq biraz da qısa cavab Sevgisizlik var. tək insanı deyil. Əhməd müəllim, sevgisizlik bütün canlı bəşəriyyəti məhv edir. Bitkilər belə sevgi istəyir, heyvanlar belə sevgi, insanlar. Çünki insanı cansızdan fərqləndirən yeganə şey onun duyğusal, emosional sferası olmaqdır. Yəni, məsəl üçün, taxta sevə bilməz, amma insan sevgisi yaşaya bilməz. Hava kimi, su kimi sevgi insana mütləqdir, lazımdır. Ancaq burada daim sevgi axtarışında olmaq da doğru deyil. Sevgi doğru zamanında və doğru məkanda insana gələn sevgi daha doğrudur. Məsəl üçün, yaş dönəmi ilə bağlı, hamının həyatında sevgilisi var, mənim də sevgilim olsun. Bu sevgi deyil. Sevgi elə bir anda gəlir ki, gözləmədən gəlib deyirlər, şairlər deyir, sənin qapını döyür. Bəli, bu əsl sevgidir. Dedik ki, ilk baxışdan sevgidən bayaqdan danışırıq. Bu ilk baxışdan sevdik. Sonra bizim kriteriyalarımız var da. İndi qarşı cinsdə ilk baxışdan nəyi sevmiş olur? Xarici görkəmini, hansısa bir hərəkətini, hansısa bir sözünü, düzdürmü? Sonra onu tanıdıqca bu sevgi dəyişə bilir də, düzdürmü? Bəs buradakı dedik ki, məsələn ilk baxışdan sevdik. Bu sevgi ilə sonra onu tanıyandan sonra ona bəslənən sevgi və ya da böyüyən sevgi, o arasındakı fərq nədir? Böyük bir fərq var. Məsəl üçün ilk baxışda sizə çox cazibədar görünən xanım bəy, sonra münasibətlər qurarkən olduqca boş və mənasız görünə bilər. Yəni siz ona qarşı marağınızı itirə bilərsiniz. O zaman biz onu tanıyandan sonra sevmədiyimizin fərqinə varıq. Bəs ilk baxışda sevmişdik axı. Buradakı təzad nədir? İlk başda sadəcə fiziksel bağımlılıq, çəkicilik olub. Sadəcə emosional. Bir də elə bir hal yarana bilər ki, qətiyyən onun üçün gözəl görünməyən, yəni simpatik görünməyən bir adam sonra da bir-birinə daxilən çox böyük maraqları yarana bilər və böyük əvəzsiz bir sevgiyə, dostluğa çevrilə bilər. Belə hallarla da tez-tez rastlaşılır. Adətən ən çox gənclərimiz sevgidə zahiri görkəmə önəm verirlər. Hal-hazırda məsəl üçün, çox simpatik bir bəydir, çox simpatik bir xanımdır, çox gözəl gülüşü var, çox gözəl saçları var. Yaxşı, bu gülüşün, bu saçların arxasında səni daimi saxlaya biləcək, bu münasibətləri davamlılığa çevirə biləcək nə var? Həm də bunlar dəyişən bir faktorlardır. Çünki xarici görünüş dəyişən bir şeydir. Amma xasiyyət deməzdim. Elə gənclər var, elə insanlar var ki, biri oddur, biri sudur, amma çox gözəl anlaşırlar. Çünki bunlara yaşam maraqlı gəlir. Münasibətləri davamlılığa çevirə bilirlər. Amma elə halda var ki, iki eyni xarakterdə, mən belə hallarla rastlaşdığım, yəni praktikada var, iki eyni xarakterdəki insandır, iki eyni həyata baxış tərzindəki insandır. Amma biri olduqca digərindən qorxmağa başlayır. Yəni, qarşısındakı insanla danışarkən eynən özünü görür. İnsanı eynən özü ilə üz-üzə qalmağı da maraq vermir və qorxu yaradır. Eyni bürclərdə bu çox baş verir. Bürclər deməzdim, mən bürclərə o qədər önəm vermirəm. Yox, nəyə görə deyirəm? Çünki gələk elə o zaman bu növbəti sualımdan gəlim ora. Bu ilk date dediyimizdə, yəni ilk görüşümüzdə verməli olduğumuz suallar var da. Hansı bürcsən, nə bilim, hansı ilsən və yaxud da nəyi xoşlayırsan, hara getməyi xoşlayırsan, hansı aktivitetləri xoşlayırsan, hobilərin nədir, bu kimi şeylərdən.
Burada da sevgini biz tərif eləyirik də ki, məsəl üçün xarakteri, xasiyyət. Buradakı məsələ nədir? Məsəl üçün biz necə bilə bilərik ki, onun verdiyi cavablarla bizim ona bəslədiyimiz sevgi, yəni uzun ömürlü olacaq da. Hansı suallar vermək? Orada çünki vaxt itirmə söhbəti də var da. Çünki ilk date bəzi şeyləri yəqin eləyir. Yəni qarşı tərəfə. İlk görüşdə bunları öyrənməyə çalışmaq artıq öldürəcək sevgini. Bəli, öz sözünü demiş olur ki, yəni birdən-birə əgər alınsa alınır, alınmasa çıxın gedin. Nə üçün ilk görüşdə bu sualları verməyi gənclər daha çox önəmsəmir? Xeyr, bu doğru deyil. Ən azından bir neçə dəfə görüşdən sonra həmin dövrdə insanlar sadəcə bir-birini danışıq, səs tembrindən tutmuş, həyata baxış tərzinə kimi araşdıra bilərlər. Bu çox nadir yaşanır axı. Çünki bu suallar olur adətən ilk görüşdə. Sevgim, ilk sevgi deyən bir şey, bunu bəlkə də mənim ki, Allah məni qımayacaq. Mən ən səhv, yəni bir qərar olduğumuşam. Çünki fiziksel tələblərin bir anda oyanmağı, duygusal tələblərin oyanmağı onun davamlılığı demək deyil. Yəni mənim xoşuma gəldin, sənin xoşuna gələn bir insan sonra sənin üçün çox ciddi maraq dairəsi itirmiş adi bir insana çevrilir. Bu doğru deyil. O nə zaman yaşanır? Mən sizə bir hekayə kimi deyim. Məsələn, ilk görüşdə mən xoşlayıram nəyi? Sual vermədən onu tanımağı. Bəli, bu doğru. Məsələn, hansısa bir hədiyyə verərəm, onun reaksiyasını görməyə çalışıram və yaxud da hansısa bir başqa bir sual verərəm, hansısa bir aktivitə eləyərəm. Məsələn, getdiyimiz restoranda onun seçdiyi yeməklərdən onu tanımağa çalışaram və yaxud da ofisantla hərəkətindən, ona verdiyi reaksiyadan tanımağa çalışıram. Verdim, hə sən hansı bürcsən və yaxud da hansı nəyi xoşlayırsan kimi cavablar, bunlar klişe cavablardır və onu yəni öz reputasiyasını qaldırmağa çalışırdı o da nəticədə. Çünki özünü aşağı görməyəcək və yaxud da mənim verdiyi suallara pis bir cavab verməyəcək. Çalışacaq ki, mənim gözümdə qalxmağa. Bu adam sadəcə maraq dairəsinə yanaşmış olmuş qarşı tərəfə. Yəni biraz da sevgi elə bir şeydir. Üzr istəyirəm, sevgi elə bir şeydir ki, orada təmanna yoxdur. Sevgi təmannasızdır. Və sevgi təmannasız bir varlıqdır və ən ali bir hissdir. Yəni bu elə bir hissdir ki, bu insanı uğurlu da edə bilər, məhv də edə bilər. Amma sevgi baxış tərzindən başqa, həm də sevginin izhar forması başqadır, göstərilmə forması başqadır. Başa düşürsünüz? Yəni sevgi baxışla da bildirilmə var. Sevgi utancaqlıq, hiss və emosiyaların verilməsi ilə də bildirilmə var. Məsəl üçün, çox təəssüf ki, indi belə hallar çox azdır. Bu bizim uşaqlığımızda, gəncliyimizdə daha çox idi. Bu dövrdə sevgini gənclər bir-birinə çox utanaraq şəkildə. Yəni deyil, ifadəyə. İfadəyə, baxışla. Bu tez-tez deyilməlidir. Yəni bu davaların çoxsu da elə oldu. Sən məni artıq sevmirsən. Soruşsan niyə? Deyir ki, demirsən artıq mənə. Sizcə bir şey həddindən artıq çox sevəndə, deyəndə o dəyərlimi görürsünüz? İndi onu o həmin sualı verən adamlara ünvanlamaq lazım. Bəli. Bax onu, yəni bu artıq emosional boşluğu göstərir. Bu adam qorxu, həyəcan, emosional eşitmək istəyir. Dilə qadınlar qulağı ilə sevir. Qadınlar qulağı ilə sevir. Bunu unutmayın. Okey, bildim. İndi bax yenə təzad yaranır da. Deyirik ki, qadına qulağı ilə sevir, amma deyirik ki, tez-tez də deməyək. Bunun xeyr. 2 gündən biri mi deyək, yəni? Yox. Qulağı ilə səni sevirəm demək deyil. Qulağı ilə nə yaxşı varımsan. Onu deməyə çalışıram mən. Ancaq sevirəm sözü yoxdur. Artıq ona xoş sözlər demək. Sevirəm sözü həddindən artıq çox demək sizcə olduqca bir ucuz görünmürmü? Sevgi sözünü bu qədər ucuzlatmaq deyilmi? Həddindən artıq çox istifadə olunan bir söz, adiləşmiş bir söz dəyərini itirir. İnsan da elədir. Həddindən çox bir məkanda varsansa, orada artıq sən adisən. Artıq sən əvvəlki maraq doğurmursan. Sevgi budur. Sevgi ən çox, həddindən artıq çox tələb edir qarşılıqlı anlaşma və hörmət. Təəssüf ki, bugün sevgi sadəcə zahiri görkəmə bağlılığına davam edir. Və bu günümüzdə belədir, yoxsa bizim zamanlarımızda bizim zamanında daha çoxdur. Bizim zamanı dediyimiz izləyicilər. İndiki son dövrlərdə çünki o qədər gənclər zahiri görkəminə fikir, oğlanlar, qızlar hətta zahiri görkəminə belə narazıdırlar, plastik əməliyyatlara belə gedirlər. Bu sadəcə qarşı tərəfi. Mən bir sual verdim bir nəfərə, çox simpatik, gözəl bir xanımsınız da, nəyə lazımdır? Deyir ki,
mən özümü ideal görmək istədim, xeyr. Özünü aldatmasa, özünü ideal görmək istəmirsən. Sən ideal bir xanım olduğun üçün, səni hələ şübhən var ki, qarşı tərəf səni ideal görürmü? Burada ego da var da. Burada öz egosunu təmin edir də, yəni belə. Yox, burada ego deməzdim. Burada özgüvənsizlik var. Özgüvənsizlik. Bunun səbəbkarı qarşı cinsdir. Xanımların böyük həsətin bəli. Nəyə görə deyirəm? Çünki xanımların özgüvənsiz olmağının səbəbi ətraf olur da hər zaman. Məsəl üçün burnu biraz forması fərqlidirsə, başda sənin burnun belə, sənin burnun elə, özü ilə barışa bilmir də. Biraz da buna çevrəmiz səbəb olur. Əgər xanımlara buradan bir şey, bir olan istəyirsə, sənin burnun elədir, qaşın belədir, gözün belədir, bu sevgi deyil. Belə adamla sadəcə mədəncə xudafisləşin və aralanın. Məncə də, sevgi çünki kəmana güdməz. Sevgi səni olduğu kimi qəbul etməz. Okey də indi bir sual yaranır. İndi mi yadıma düşdü mənim burnum bu cürdür? İlk dəfə yəni bayaq dediyimiz sevirəm sözü yadınıza gəlirmi? Bu adiləşir artıq. Bu artıq adiləşir. Bunun adiləşməyini necə anlayırıq biz? Adiləşir artıq bəli, verilən sualdan, yanaşılan yanaşım tərzindən, ona baxışından, oturuşundan, duruşundan, hər şeydən sizlir. Gənclərimiz son zamanlar ən çox sevgi deyərkən ağıllarına gələn şey mənə romantiklərin təşkil edilməsi, hətta ən çox sevmədiyim şeydir, buradan bir daha deyəcəm. Bəylərimiz çox zaman diz üstə çökərək sevgi, evlilik təklif edirlər. Burada bəlkə də məni qınayacaqlar. Ən doğru olmayan bir yanaşımdır. Sevginin qarşısında diz çökmürlər. Allah qarşısında diz çökülür, ata-ana qarşısında diz çökülür və sevən qarşısında başını əyərək mənimlə olmaq istərsənmi, əlini sinəsinə qoyaq demək daha doğru olar. Görürsünüz, bu artıq dəbdəbədir. Yəni dəbə çevirib artıq. Bir dəbə çevirib. Biz necə indi hansısa bir xanımla tanış olursan, deyir ki, mənə diz çöküb Parisin Eyfel qüvvəsinin qabağında mənə evlənmə təklif edəcəksən. Niyə diz çökmək? Mən Parisə mi getdim? Parijə gedin. Yox, Parijə gedək, okey, Pariş oldu. Parizə. Abi, sonra mini Paris. Markda da var mini Pariş, gedə bilərsiniz. Parijdə diz çökməkdən danışırdıq da, yəni oradan davam edək. Eyfel qülləsində mi? İstəsiniz biraz danışın siz Eyfel qülləsində. Eyfel qülləsində niyə diz çökərək? Orada böyük sevgi ilə, gözəl, içdən gələn hiss və emosiyaların evlilik diz çökmədən olmazmı bu? Olar olmağına, sadəcə sanki onun sehri itir də biraz. Yəni sentimental görünmək üçün daha çox eləmi? Anladığım qədər diz çökmək. Ayaq üstə üzbəüz oturub belə. Niyə orada səni dünyalara qədər sevirəm, həyatımda davamlı olmanı istərdim və mənə həyatda yaşama güc verməsi, bu demək diz çökməkmi lazımdır? Əslində yaxşı bir məqama toxunduq. Bax belə bir məsələ var. Sevgidə deyirlər romantik olmalıdır da, romantik axtarmaq lazımdır. Bu sevgini öldürən faktorlardan birisi də romantikin olmaması. Romantik olmalıdır, amma romantikanın həddi var. Burada ifrat dərəcə romantika sevgini yalana çevirir. Yəni biraz manipulyasiya edir də. Bəli, sadəcə sənin düşüncələrində yaratdığın bir, öz aləmində yaratdığın bir sevgini yaşamış ol. Amma realda isə o sevgi deyil. Sənin düşüncələrində yaratdığın bir sevgini yaşayırsan. Romantika ilə sadəcə çox şeyi don geydirməyə çalışırsan. Amma sevgidə romantikadan daha çox önəmli reallıqdır. Çox təəssüf ki, bəzi gənclərimiz reallıqdan qorxaraq qaçar. Ya bir o aydınlanma yaşanır da. Yəni məsəl üçün deyir ki, xanım ikisinə deyir ki, bəs uzun zamandır biz nə bilim hardasa bir restorana getmirik və ya da harasa gəzməyə getmirik. Bu arada mütləq. Yəni bir ildən bir getdin, bir romantik yaşadın, yadına düşdü ki, sən uzun zamandır romantik yaşamırsan, getdin yaşadın, sonra İnandım, romantika yaşamaq üçün həyatdan bir günü üzərək xanımla gedib saçını taxmaq özü bir romantikadır. Bunun üçün harasa bir getmək, Parijə getmək, hansı bir restorana getməyə lazım deyil. Kiçicik bir konfetin hardansa bəzəyərək gətirib verilməsi xanımlar çox böyük şeylər istəməzlər. Anlayırsınız, Sigmund Freud'a bir sual verirlər. Deyir, həyatda sual tapmadığın cavab nə olur? Deyir, hər şeyə cavab tapdım, yalnız birindən başqa. Deyir, qadın nə istəyir? Çətin suallardan birisidir, qadın nə istəyir? Amma qadın psixoloqları bunun cavabını mükəmməl verir. Qadının istədiyi şey sadəcə ilgi, diqqət və qayğı. Qayğı diqqət göstərəndən sonra artıraq istəklər. Bilirsiniz, onun həddində və dozasında. İfrat dərəcədə göstərmək deyil. Əgər bir xanımın sən bugün evdən çıxarkən saçının rənginin dəyişdiyini fərqinə varmadınsa, bu xanım əlbəttə incidici olacaq.
Əgər bir xanıma elementar çıxarkən onun əynində, bəli, bu paltarın təzə alındığını ya çoxdan geyinmədiyini dedinsə, artıq xanım bəli sən onunla ilgiləndiyini görür. Bu davamlı olmayanda problem yaşanır da. Əsasən problem insanlar çox qəribədir. Problemsizlikdən çox zaman problem axtarırlar. Ən böyük problemsizlik. Hal-hazırda yaşanan gənc ailələrin problemləri yaşadım, işlədiyim, keçən həftə işlədim bir ailədə, məsəl üçün problemsizlikdən problem axtarmaydı. İnandırım sizi, həyatda hər şeylər uğurludur, hər ikisi uğurlu insanlardır. Amma sadəcə bir-birinin maraqlarının azaldığını düşünürlər. Elementar bir hərəkət lazım, sadəcə ilgi. Kiçik şeylər oturub müzakirə etməyi bacarmaq. İlginin nədir bizdəki? İlgi, yəni qarşılıqlı münasibət, sevgi göstərmək. Və diqqət. Diqqət də deməzdim, sevgini kiçik, qadınlar daha çox baxışla və sözlə sevgini hiss edərlər. Onu verməniz yetərlidir. Qızlar da hərdən çox ifrat dərəcədə sevgi deyərək yorulurlar qarşı tərəfi. Bu ümumiyyətlə qarşı tərəfin yorulmağı inandırırsınız oğlanların özünə olan inamını azaldır. Xanımlara həmişə bir sual, həmişə deyirəm. Əgər qarşınızdakı kişinin sizi xoşbəxt etməyini istəyirsə, ona əsl kişi kimi yanaşmağı öyrənin. Kişi kimi, yəni ona kişi kimi çox təəssüf ki, qadınlar qarşısında bəzi gənclərimiz buna da ifrat yanaşır. Və qarşısında kişi çox böyük hörmətlə yanaşarkən, bu xanımın artıq onun üçün öldüyünü və ona qarşı marağı itir. Burada tarazlıq həmişə pozulur. İstər qız, istər oğlan tərəfdən qarşılıqlı münasibətlərin qurulmağında yalnız öz maraqlarını deyil, qarşı tərəfin maraqlarını da nəzərə almaq lazım. Əgər qarşındakı xanım sənə hörmətlə yanaşırsa, sənə heç nə tələb etmirsə, bilirsiniz kişilər nə zaman daha çox qadınlara marağını itirir? Əgər bir qadın yox, evlənməmişdə, evlənəndə belə. Məşhur söz var da, deyir, evlilik sevgini öldürür. Övlad olandan sonra sevgi təzədən yaranır. İkinci övlad olandan sonra nə bilim. Ən böyük səhv. O ailələrin ən çox təkid etdiyi məsələdə uşağınız olsun. Demək bu sevgi deyil. Evlilik sevgini öldürə bilməz. Evlilik sevgini yaşadan birisidir. Bəzən insanlar sevginin davamlılığından qorxurlar. O mərhələ var da, yəni sevgi mərhələsi, sonra evdəkilər mərhələsi, telefonda adını evdəkilər yazılır. Öhdəlik mərhələsi var. Yox, onu demirəm. Telefonda birinci ürək zadı qoyur, nə bilim sevgilim, aşkım ora bura. Sonra evlənəndən sonra adını çevirir, evdəkiləri qoyur. Dost ətrafında evdəkilər zəng edəndə açmır. Deyir ki, evdəkilər zəng edir, söndürür, sonra yığaram, nə bilimlər. Burada niyə öldü ki sevgi? Yəni bu sevgi əvvəlcədən zaten olmur. O sadəcə maraqlı. Onda yalançı evlilik olmuş olur da bu. Bunun nə var aydınlanaq ki biz, yəni sevgi ailədə möhkəmlənir. Əvvəllər heç insanlar bir-birinə oğlanlar, qızlar hələ 100 il əvvəl və 300 il əvvəl deməzdim 20-ci əsrin arası 50-60-cı illərinə qədər gənclərin böyük əksəriyyəti ailələrin məsləhətinə evləniblər və çox uğurlu da ailələr olub və sevgi ailədə yaranıb. Başa düşürsünüz? Yəni kişilər kişilər evə tələsərdi, qadınlar sevgi ilə üzünü görmədiyi, toy gün üzünü gördüyü adamın yolunu gözləyərdi. Burada sevgidən danışa bilərik biz. Bəli. Tamamilə haqlısınız, amma sevgi ilə çox istərdim bunu açıq deyəcəm, abırsızlıq tamam başqa bir şeydir. Sevgi utanma hissidir. Sevgi qoruma hissidir. Sevgi onun qarşındakı anlama hissidir. Sevgi onu özünü fəda edə bilmə hissidir. Sevgi fədakarlığı anlama hissidir. Başa düşürsünüz? Sevgi mən səni sevirəm, ay tutduq o restoran, bu kafe gəzdik deyil. O Leyli Məcnun məsələsində, Fərhad Şirin məsələsində. Bəli, Leyli Məcnun məsəl üçün Leyli sevgi daha çox əl çatmaz olarkən dəyərli olur. Leyliyə deyilir, Məcnuna deyilir. Axırda atası deyir, Leylini verirəm. Leyli qayıdarkən Məcnun get Leyli, sən artıq o Leyli deyilsə, yəni mən xəyalımdakı Leyli ilə qalmaq istəyirəm. Bu da ifratdır. Başa düşürsünüz? Sevgi, qarşılıqlı anlaşma, hörmət və davamlı məsuliyyət hissini yaşama hissidir. Sevgidə məsuliyyət var, mütləq. Əgər sevgi mütləq ailə ilə sonlanmalıdır. Mən qadağan olmuş sevgidən demirəm, bunu zapretnə lübovdan danışmıram. Normada olan, yəni bəziləri sual verir, mənə birisi sual verir ki, Sevinç xanım, niyə elə deyirsiniz? Sevgi yaşa baxmır, sevgi ailəli ailəsi olmağa baxmır. Bir sual verdim.
Əgər bir insan qarşısındakı insana olan məsuliyyətini hiss etməyəcəksə, ailəli bir xanıma tutaq ki, aşiq olmusan, amma sən onun məsuliyyətini götürmüsən, bu nə sevgidən söhbət gedə bilər? Ən böyük sevgi qarşıdakı məsuliyyət və onu davamlılığa gətirməkdir. Belə bir məsələ də var da. Yəni biz misal üçün deyirik ki, indi sevdim, bir münasibət yaşadım və ya evləndim, ayrıldım, getdim, başqasını sevdim. O zaman sevgi müqəddəsdirsə, deyirik ki, sevgi müqəddəs bir məfhumdur da. Biz ilk sevdiyimizə mi xəyanət etmiş oluruq, yoxsa son sevdiyimizi mi çox sevmiş oluruq? Əgər buna xəyanət deyilməz, burada davamlılığın gətirilməməsi deyərdim. Bəli, sevgi Allah verir. Sevgi adını qoymaq üçün sevgi bir adam olmalı deyilmi? Yəni biz Bəli, əslində bir qəlbdə 4-5 sevgi ola bilməz. Bu sadə yalan söhbətdir ki, yəni ruslar buna adına lübda deyirlər, bir dənə sevgi, başqa sevir, amma ailə qura bilmir. Daim xəyalında adam olsa da, amma başqa bir adamla evlənir. İnanırım gözəl də ailələri olur. Belə gənclər də çoxdur. O evliliklər mənim də qarşıma çıxıbdı. Sadəcə biraz dediyim kimi o qəlbindəki sevgini yaşadır, amma yenə də bir ailə həyatı qurur. Amma soruşanda ilk sevgisini göstərir. Amma ailəsi onun üçün sevgi deyillər. Sadəcə bir məcburiyyət, ehtiyac. Amma kimi idi ona məcburən evlənməyə məcbur edən? O mümkünsüz sevgi idi. Və yaxud da dünyasını dəyişib. Bax, sevmisən birisini. Gənc yaşlarında, 20'li yaşlarında sevmisən birisini, dünyasını dəyişibdir və qarşı tərəf də onun sevgilisi də ölənə qədər ona sadiq qalmaq üçün başqası ilə sevgi yaşamamalıdır. Yox. Bu tam ölən artıq bu dünyada ölməyib, ayrılıb, gedib. Əgər o xanım sevəni bilirsiniz nə xoşbəxt eləməlidir? Sevərək qoyduğu insanın onsuz da həyatda xoşbəxt olduğunu qəbul etməyə sevinmə. Məsələn, şu adamdan ayrılıb, amma bilir ki, adam xoşbəxtdir. Və ondan rahatlıq tapır ki, bəli, mənim sevdiyim bir insan əziyyət çəkmir. Bəli, bu əsl sevgidir. Sevgidir ən böyük şey paylaşma, bölüşmə, qoruma və məsuliyyət hissidir. Aşiq olduğunuz bədənlərə xəyalınızdakı ruhu geyindirib adına sevgi qoydunuz. Bayaq mən sizə onun cavabını verdim. İlgilərdə romantika axtarma, xəyalınızdakı ruhu məhz o romantikada formalaşdırırsınız. Budur. Həmişə daim xəyalımızda biri olur da. Yəni ki, belə birisi çıxsa onu sevəcəm. Bir zarafat da var idi, meyxana da var idi. Meyxana idi mi ya, belə bir musiqi idi. Tapsam ürəkdən sevəcəm, bığlı qız axtarıram. Belə bir zarafat da var idi. Dediyim şey odur ki, həmişə xəyalımızda birisi olur. Qara saç olsun, uzun boy olsun, falan olsun. Bu ilə sevginin əlaqəsi nədir yaxşı? Bu sənin sadəcə duyğusal və fiziksel tələblərinin formalaşdırdığı bir obrazdır. Yəni qəlbimlə beynimin birləşdiyi vəhdətdə olduğu sənin hiss etdiyin o tələblərdir. Sən o tələblər fonunda bir insan yaradırsan. Və ikisi çaxnaşanda, ikisi təzad təşkil edəndə necə olur? Yəni məsəl üçün mən bir şey deyəcəm sizə, qarşıma tez-tez belə bir şey çıxır. Oğlanlar paylaşıb, keçən il qəribə gülməm tutdu. Oğlan paylaşıb, boyu metri yarım olsun, həyasız olsun. Mən birini deyəndə 5'ini qaytarsın, 5'ini deyəndə 15'ini qaytarsın. Mən dinəndə üzümü cırsın. Durdum, düşündüm. Bu insan sevgi axtarmır, bu insan həyatda macəra axtarır. Toksik münasibətdə? Bəli. Toksik münasibətdə. Bəli, toksik deməzdim. Ondan həzz alır. Qarşındakı balaca bir qızın bunu hoppanması, cırması, küsməsi, sizcə bu sevgidirmi? Bu artıq kriteriyadır da, sevgilik. Bəli, kriteriya deməzdim. Gənclərin sevgi çox barmaq aralığı yanaşmasıdır bu. Boyu belə olsun, o belə olsun, bu belə olsun. Yəni biz dediyim kimi bayaqdan kriteriyalarımız var, beynimizə formalaşır. Ancaq sonradan biz heç kriteriyalarımızı heç aidiyyəti olmayan birisini görürük və onu sevməyə başlayırıq. İstənilən gənc ilk sual özünə bunu versin. Gənclər sevgi axtaranda ilk, yəni qarşısındakı adamı sevdiyin düşünər ki, ağlından keçirsin. Bu adamı mən beynimdən çıxara bilirəmmi? Bax, bu sevgidir. Əgər çox zaman gənclər nədən qorxurlar? Qarşısındakı istər qız, istər oğlanın onu dərindən oxuya bilməyindən. Bundan çox qorxurlar. Əsasən kişilər qorxur. Şüuraltı mı biraz? Yox, kişilərin ən çox qorxduğu xanımlar hansıdır bilirsinizmi? Qarşısındakı qadının onu dərindən oxuya bilməsi.
Yəni kişilərin Ağıllı da yəni bir. Bəli, belə qadınlarımız var, belə xanımlarımız var. Ağıllı qadınlar da Bəli, biraz oğlanlar seçimdə belə tez qaçırlar münasibətdən, məsuliyyətdən. Çünki bu xanımın tələbləri qorxurlar mı? Bəli, çünki özün açılıb ortaya qoyulacağına, o qadının qarşısında özünü aciz düşəcəyini düşünür. Sənin baxışın, oturuşun, duruşun, bağışlamayın ifadə, bağırsaqlarına qədər səni tanıyan qadından kişilər qorxurlar. Yəni O qadını güclü sayırlar. həmin o güclü qadınlar dediyimiz o sualı sənə verilmir axı hardaydın? O artıq bilir axı sənə. Zaten bilir və zaten sənin ümumiyyətlə beyindən, düşüncələrinə, hisslərinə nəyi keçirdiyini bilir. Belə xanımlar kişilər üçün çox qorxulu, təhlükəli görünür. Bilirəm, həmçində həmin kişilər də. Mən bir şey deyəcəm, açıq deyəcəm burada. Kişilər daha çox üzr istəyirəm, idarə olunmağı rahat qadınları seçərlər. Sevgidə güclü istəyirlər, amma yaşamağa rahat idarə olunanı seçərlər. Sevgidə sizcə idarə mi olunur? Sevgidə qarşılıqlı anlayış olar. Sevgidə məsəl üçün hal-hazırda qızların ən çox sevdiyi şey, bəli, maddiyyat önəmlidir. İstər insanda həyat tərzində maddiyyat önəmlidir. Amma daha çox xanımların istədiyi şey mənə olan qayğısı, diqqəti və mənə hədiyyəsidir. Bu biraz da yaşla əlaqədardır da. Heç yaş oldu olmadı. Yox, gənc yaşlarında adətən xanımlar bu qədər düşüncəli olmurlar. Nəyə görə? Biraz yaşı keçəndən sonra artıq bir nə deyirlər ona? Karyerası formalaşandan sonra, bir çox şey özü əldə edəndən sonra artıq kişilər onlara maraqlı gəlməməyə başlayır. Sözlə mənasında. Çünki hər şey özü əldə edir. Bəli. Başlayır başqa maraqlar axtarmağa. Həmin maraqları da qarşı tərəfdə görməyəndə o həmin qarşı cins də ona maraqsız gəlməyə başlayır. Sizcə mən də sizin sualınıza sualla cavab verəcəm. Buna günahkar kimdir? Cəmiyyətdə qadınların həddindən artıq güclü olmasına. Kişilərin özləri. Elə cəmiyyətimiz özü. Bəli. Niyə? Çünki qadın zərif bir məxluqdur. Qadın həddindən artıq çox işlə yüklənilməməlidir. Mən də elə düşünürəm. Tamamilə, yəni qadın çox gözəl bir nədir? Qadın evdə həm idarə edəndir, həm psixoloji iqlimi tənzimləyəndir, həm iqtisadçıdır, həm anadır, həm gəlindir, həm həyat yoldaşıdır, həm qızdır, həm övladdır, həm işli karyerasını quran bir xanım. Kişi isə yalnız bir şey bilir. Kişi qazanıb gətirin, öz işini görən bir varlıqdır. Atadır. Başa düşürsünüz? Buna görə qadınların psixikası ona görə daha tez, yəni məsəl üçün depressiya düşəndə qadınlar daha tez çıxır. Kişilərə çox çətin depressiyadan çıxmaq. Çünki kişilərin dar bir çərçivədən özünün təhlilləri var. Qadınlar isə emosional baxımdan və fiziksel baxımdan yük çox götürdüyü üçün qadınlar daha o stoyçidir, daha öz ayaqları üstündə dura bilər olduğu üçün qadınlar depressiyaya çox tez düşmürlər. Amma ilk müddətləri depressiyanı uzun yaşayırlar da. Kişilər tez keçirir o ilk dönəmləri. İnandırım sizi yox. Aciz sevgidə ayrılma məsələsinə baxaq, sevgililərdə. Qadınlar hardasa 1 ay depressiyada olur. Amma kişilərdə bu bir həftə heç çəkmir. İnandım, 1 ay kişilərdə heç nə olmur. 1 aydan sonra danq eləyir ki, mən nə itirdim? Onu deyirəm. Niyə? Çünki artıq o xanımın olan marağını itirib. Sonradan çatırdı? Bəli, sonradan ki, bu qadın heç bu mənim maraqlanmamış ki. Demək bu da sevgi. O zaman belə mi deməliyik? Ayrılanda müddət verin, fasilə verin, ayrılmayın. Bəli, istənilən bir sevgidə, mən belə deyərdim, əgər bir sevgidə qarşı tərəf ya qız ya oğlan bir dəfə gedibsə, ikinci dəfə bir də gedəcək. Gedib qayıtsa üçüncü də bir də gedəcək. Demək, belə münasibətlər, ona toksik münasibətlər deyərdim, belə münasibətlərdə istər qadın, istər kişi əziyyət çəkməməlidir. Bu qarşı tərəf, ya qadın, ya kişi tərəfdən birinin psixi problemlərinin olduğunu göstərir. Bir də belə bir məsələ var. Sevgidə hər sevgidə olmur bu. Adətən iki tərəflərdən birisinin sevgisi daha çox olur. Ya kişinin ya qadının. İkisinin də eyni səviyyədə olmur yəni. Bu nə qədər? Yox, buna energetik balans deyirlər. Məsəl üçün sevginin energetik balanslaşdırılma sistemi deyirlər. Məsəl üçün qadın həddindən artıq çox sevir, dəyər verir, qoruyur. Kişi isə özün həddindən artıq dəyərli olduğunu görüb qadına olan marağını itirir. Burada artıq energetik balans pozulur. Duygusal balans pozulur. Kişi artıq daha çox əldə çətin olunan və o özündə olmayan şeylərə maraq yaradır. Qarşısındakı tərəfin qadının ona həddindən artıq dəyər verdiyini görmür. Və buna maraqlı belə deyil.
Çünki artıq onun üçün əl çatandır. Maraqsızdır. Başa burada artıq bir daha deyirəm, duyğusal, emosional, energetik balans pozulur. Amma bir də var. Xanımlar həddindən artıq çox açılan kitab kimi deyil. Bəli, qarşı tərəf bilir onu sevir. Elə şeylər var ki, həmişə xanımlara deyirəm, əllərinizdə elə bir moment saxlayın ki, sizin burada nə reaksiya verib verməyəcəyinizi əriniz düşünsün. Kiçicik beyində bir yer buraxın özünüzə. Mən bunu etsəm, səncə bu şeyə tutaq ki, filan kəs necə reaksiya verərdi? O zaman kişi də istər-istəməz sizə qarşı maraq yaranır. Bəli, hərdən elə bilirlər ki, xanımlarını onlar olduğu kimi tanır. Xeyr, kişilər böyük səhv elə xanımlarını tanımırlar. Hansı xanımları tanıyırlar? Düzgün suallar vermirlər, nə? Bəli. Özünü sevmədən başqasını sevmək mümkündür. Bu artıq şəxsiyyət pozuntusudur. Xeyr. Adətən belə olur axı. Özünü sevmədən bir insan özünü sevmirsə başqasını necə sevə bilər? Onu özündən daha çox sevmək yoxdur. Deyir, mən səni özündən daha çox sevirəm. Bir insan özünü sevirsə, qarşısında sevdiyi adamı da sevəcək. Mən özümü sevmirəmsə, qarşımdakı adamı necə sevə bilərəm? Sevgi hissini birinci insan özündə yaşamalıdır. İnsan özünü sevməlidir ki, sevdiyi insana da dəyər verib onu qorumağı bacarsın. Özündə bu hissi yaşamayan başqasına qarşı necə yaşaya bilər bu hissi sizcə? Biz münasibətlərdə bunu görürük də, özünü ikinci plana atır. Yəni sevdiyi şəxsi ön plana qoyur. Yəni bu artıq insanın öz şəxsiyyət dəyərsizliyi, özünə olan dəyərsizliyi, bir daha deyirəm, özünü insan sevməlidir. Özünü sevməsi həddindən artıq yüksək egodan getmir söhbət. İnsan özünü, məsəl üçün, özünü bir xanım kimi sevmirsə, əlbəttə oğlan ona qarşı olan marağını itirəcək. Daim onu qoruyursa, onu axtarsa, oğlan ona qarşı marağı itirəcək. Çünki bu xanım özünü sevmir. Tamam, özünü sevməyən insanlar özünü necə sevsinlər? Yəni özünü sevmir birinci o insanın özünə olan münasibət araşdırılmalıdır. Özü haqqında özünə doğru suallar və sualların doğru cavablarını tapmağı bacarmalıdır. Özünü sevməklə egoistlik arasındakı fərq. Bu uşaqlıqdan gəlir oğlum. Adətən uşaqlıq, körpəlik travmaları almış insanlar sonradan sevgi onlar üçün olmur. Sadəcə məsəl üçün xanımlar daha çox evdə ilgisizlikdən, sevgisizlikdən qaçaraq doğru olmayan münasibətlərə qaçırlar. Yəni doğru olmayan münasibətlərdə ailə qururlar və bədbəxt olurlar. Düşünürlər ki, evdə almadığı sevgini qarşı tərəfdən alacaqlar. Ən böyük səhv də bu olur. Əksinə, orada onun bir dənə nə yaxşı gözəlim sözü sevgi kimi görsənir. Halbuki bu sevgi deyil. Sevgi özünü həss etməyi bacarmadır. Sevgi qarşılıqlı tərəfi anlamağı bacarmadır. Sevgi birgə problemləri həll etməyi bacarmadır. Sevgi birgə məsuliyyəti, o adamın məsuliyyəti üzərinə götürə bacarmadır. Çox təəssüf bunu indi anlamır gənclərimiz. Bəs narsizm var da, yəni narsist biri sevə bilirmi? Yox, narsistlər ancaq özlərini sevirlər. Və qarşı tərəfi də bir, necə deyim sizə, obyekt kimi görür. Ov kimi, bəli, özünə seçirlər. O da öz hisslərini, emosiyalarını doldurmaq üçün. Gözəl bir fiqur seçir, gözəl bir xanım seçir. Bəli, ilk münasibətlərdə həddindən artıq ona ilgi göstərir, qayğı göstərir, ona sevgi göstərir. Xanımdır ilahi. Onun bütün arzularını narsist yerinə yetirir. Və bir anda ələ keçirdikdən sonra artıq ona olan marağı itir. Tam öz əlində olduqdan sonra artıq onu idarə etməkdən həzz alır. Bu sevgi deyil. Bu narsistin özü-özünə. Bu şəxsiyyət pozuntusudur. Çox ciddi bir problemdir. Bunu necə təyin edək ki? Bunu təyin etmək çox rahat psixologiya testlər var. Acı biz artıq psixoloqlar hətta bir də görürsüz ki, həddindən artıq eqolu insanı narsistdən səhv salırlar. Bu səhv yanaşımdır. Özünü sevməyə bəzən çox səhv salırlar. Deyirəm, 3 tip insanlardan xanımlarla münasibətdə qaçın. Özünə aşiq oğlanlardan. Özünə aşiq oğlanlardan. Yəni özünü gözəllənmir. Xanımlara deyirəm bunu. İkinci narsistlərdə, üçüncüsü isə şəxsiyyətində sadəcə bir pozuntu olan. Məsəl üçün, özünü hamıdan dəyərli görmək istəyi. Belə oğlanlar qızlarla və paxıl olurlar onlar. Mən deyərdim həmişə, bəli,
şəxsiyyət psixobioloji baxımdan başqadır, psixoloji baxımdan başqadır, sosial baxımdan başqadır. Sosial baxımdan daha çox xanımlar narsistlərdən uzaq dursunlar, qorxaqlardan uzaq dursunlar. Bir də abuzer dilə buna həddindən artıq. Da kim qaldı? Ay Sevinç xanım, ondan uzaqdır. Amma psixoloji baxımdan yox. Baxın, niyə elə Valla deyirəm? indi həqiqətən də baxın deyirik ki, narsistdən uzaqdır, egoistdən uzaqdır, özünü çox sevəndən uzaqdır. Birincisi özünü sevmək narsizmlə biraz səhv salınır. Bəli, Mən bəli. məsəl üçün həddindən artıq özümü çox sevənəm. Yəni öz dəyərlərimi ön plana çəkirəm. Yəni sevgini yox, öz fikirlərimi, öz necə deyirəm, maraqlarımı, öz hobbilərimi ön plana çəkirəm. Öz rahatlığımı ön plana çəkirəm. Kimə? Övladınıza da öz maraqlarınızı ön plana çəkirsiniz. Yoxdur da ona görə. Ona görə Olsa siz bəlkə- narsist, övladınız yoxdur hələ. Yox, həyat yoldaşım yoxdur. Aha. Sevdiyim yoxdur, övladım yoxdur. Həyat yoldaşın da yoxdur. Yox. Söyle. Subaya Yəni belə Niyə? Uşaq belə olub, çıxır ki, uşaq oğlum əgər indiyə kimi evli deyilsinizsə, evli olmamanın səbəbi sizin şəxsiyyətdə bir balaca araşdırmaya ehtiyacı Hə, var. pozğunluqlar var. Bəli, bu problem. Bilirsiniz, psixoloqa insanlar özü ilə üz-üzə qalmaq üçün gedirlər. Bax indi deyirik də, misal üçün mənə həqiqətən kənardan çox müdaxilə gəlir. Bu yaşa qədər evlənməmisənsə, səndə nəsə bir problem var. Həqiqətən varmı yəni? Bunu sizdən Yox, mənə görə yoxdur. Kənara görə var. Yəni 20 yaşında evlənib bərbad bir həyat yaşamaqdansa, Bəli. yəni Bərbad həyat. mən istəyərək bu həyatı Bəlkə seçmişəm. siz sadəcə məsuliyyət götürməkdən qorxursunuz. Bəli. Bəli. Çünki hal-hazırda Bəzən amma. Bəli. Xanımla mən bir xanım tanıyıram. Hər şeyi var. Çox savadlı bir xanımdır, ziyalı bir xanımdır. İşində də çox uğurlu bir xanımdır. Və xanım kimi də xanımdır. Bir sual verin, həmişə deyir ki, evlilik böyük məsuliyyət, hələ ona hazır deyiləm. Mən də elə düşünürəm. Məsuliyyətdən əlavə, komfort zonundan çıxmış olursan da evlənəndə. Düzdür? Nədən? Sevgi də nə? Bilirsiniz burada? Yox, bu komfort zonundan Komfort pozur zona axı. deyəndə nəyi nəzərdə tutursunuz? Komfort mən komfortluyam. Məsəl üçün həyat yoldaşım deyəcək ki, ora gedək, bura gedək. Mən istəməyəcəmsə getmək məcburiyyətinə qalacağam. Getməyəcəmsə münasibət Siz pozulacaq. hələ aşiq olmamısınız. Hə, aşiq olmaq mənə görə biraz tərs məqamdır. Nədən? Çünki qarşı tərəf bunu reallaşdıra bilmir. Bəlkə sizin ətrafınızda belələri çoxdur ki, sizə bunu təbliğ eləyirlər ki, ailə bir problemdir. Yox, problem Evləndinsə problemlər artacaq. ətrafımda görürəm problemdir deyənə. Çünki günümüzdə zaten boşanmalar çoxdur. Özünüz görürsüz. Kimdən sorsan boşanmışam, kimdən sorsan. Ən böyük bəlamız budur. Boşanmadan əlavə mən ən çox problemi bilirsiniz nədə görürəm? Evlidir və xoşbəxt deyil. Bir şey deyəcəm sizə. Əgər bir oğlan evlənincə başa düşmürsə, evlənəcəyi bir xanıma cavabdehdir. Yox, Və cavabdehlik evdə ön təkər olacaq. Yəni maşını çəkən ön təkər olacaq. Bu başqa mənada başa düşürməyin. Və bir kişi bilməlidir ki, bəli. xanımı nə qədər ağıllı olsa da, nə qədər uğurlu bir xanım olsa da, evdə ön təkər olmalıdır. Bəli. O zaman qadın da özünü xoşbəxt sayır. Başa düşürsüz? Amma indi elə boşanmalar çox qəribədir. Bir adam məsəl üçün var deyir ki, özünün səhvlərini görmək yerinə boşandıqdan sonra hətta onun anasını, ətrafındakı insanları görmək, sadəcə öz minuslarını görmək istəmir. Sadəcə xanımı özünü sevdirmədiyini, həddindən artıq özünü sevdiyini, başqa insanların təhlilini, evdə ananı, nə bilim, qohumun, qardaşın təhlillərini ön plana çəkib, ən böyük problem ondan qaynaqlanır ki, evləndikdən sonra oğlanlarımız özünün səhvlərini görməyə çalışmır. Özünə ego ilə yanaşır. Boşanandan sonra belə xanımını belə deyil, onun anasını, bacısını, nənəsini, xalasını, bibisini, hətta ətrafındakı insanları da. Amma sual vermir ki, hansı ana qızının boşanmağını istəyər? Heç bir ana ərə gedərkən qızını boşanmaq üçün ərə vermir. Heç bir ana. Anaların, ataların bir arzusu olur ki, ilahi, övladım xoşbəxt olsun, mən də rahat qocalığımı yaşayayım. Amma xoşbəxt deyilsə də boşanmamağını xatirinə bilirsiniz, yaşamaq. Hərdən oğlanlar, istər qızlar qarşı tərəf o həddə çatdırırlar ki, bütün həyatı ilə vidalaşmağı belə düşünürlər. Bu emosional zəif insanlarda olur əlbəttə. Yəni həyatında çətinlik görməyən insanların ailədə yaşadığı çətinliklərdən yaranır. Amma inandırım, bütün sevgi ailədə formalaşır. Problemsiz ailə yoxdur. Yəni indi bax deyirik də məsəl üçün biz çalışmalıyıq ki, ani qərar verib ayrılmayaq da. Yəni boşanma olmasın.
Ya heç kəs istəməz ailəsi dağılsın, amma orada bir şiddətli keçimsizlik varsa, yəni anlaşma yoxdursa, heç bir birlikdə bir necə deyirlər? Dil insanlar arasında ünsiyyət vasitəsidir. Elə bir şey yoxdur ki, Danışmırlar. oturub danışma. Yəni qarşı tərəflə oturarkən öz maraqlarını deyil, onun maraqlarını da düşünmək lazım. Onu heç düşünmür da keçib də o 2-3 uşaq olandan sonra da kim İnansız daha çox. Biz mütləq istər kişi, istər qadın. Məsəl üçün cavan bir ailədir. Durub ki, yox, mənə bir dəfə şillə vurdu, mən boşanıram. Yox, indi onu da başa düşdüm. Bir şeylərdən də boşanmaq. Bəli, mən belə bir şey deyəcəm. Əvvəla şiddət. Yox, o şiddətə qədərki məsafə də var da. Yəni birdən-birə gəldi sənə təzyiq və yaxud da hansısa bir şiddət göstərmədi axı. Ora qədər məsafə var. Elə tip insanlar var ki, şiddətə çox ciddi meyillidirlər. Heç o məsafə falan deyil. Bildim, indi ani bir əsəbdən ola bilər bu, amma əvvələ baxmaq lazımdır da. Əvvəldə olubmu? Əvvəldə, bəli. Mən sizə onu sual verirəm. Əgər əvvəlcədən münasibətlərdə, yəni sadəcə duyğusallıq axtarılmır. Sadəcə maddi və mənəvi dəyərlər axtarılır. Bir şey axtarılıb, komfortlu, bəli, bu mənim nişanlımdır, gələcəkdə arvadımdır. Hə. Amma düşünmür ki, yaxşı, bu gələcəkdə arvadım. Mən xoşbəxt edə biləcəm. İslamda da belə bir şey deyilir ki, qadın kişiyə verilmiş bir əmanətdir. Və bilirsinizmi cəmiyyətdə nə zaman ağıllı qadınlar çox olur? Ləyaqətli kişilər olarkən, çoxalarkən. Və bugün cəmiyyətimizin problemi odur ki, qadınlara həddindən artıq barmaq arası baxılmağa başlayıb. Və buna görə də qadınlar həddindən artıq çox açıq-saçıqlığa, həddindən artıq çox açıq-saçıq fikirlərlə fikir mübadiləsi aparmağa bu qadına yaraşmır. Çox maraqlıdır ki, indi bəylərimiz daha çox qapalı, ağıllı xanımları arxa plana keçirirlər. Onlara maraqsız gəlir. Onlara maraqlı daha çox açıq-saçıq fikir bildirən, qışqır-bağır salan. Çünki onlara maraqlı gəlir. Bəli, sevgi maraq deyil. Sevgi energetik bir bağımlılıqdır. Və bu energetik fiziksel bağımlılığı məsuliyyətə çevirən bir hissdir. Məsələn, insan nə zaman doğru sevgini tapdığını anlayır? Ay sağ ol, gözəl bir fikirdir. Bax bu sualda. Doğru sevgi başqalarında tapa bilmədiyin, hətta xoşbəxt olduğunu düşündüyün anda belə həmin sevgini xatırlamandır. Demək sən orada ilişib qalmısan. Sənin xoşbəxtliyin oradaydı. Sən orada nəyisə həll etmədin. Başqa yerdə xoşbəxtlik. Burada bəs platonik də ola bilər də. Platonik deyil, yox. Yox, necə? Platonik birisini sevib, heç vaxt ona gedib sevgisini aça bilməyib, amma gedib başqası ilə evlənib. Bir də var, məsələn, o münasibətlərdə nədənsə qorxaraq qaçıb başqa yerdə özünü tapmağa çalışır. Belə bir məqam da var da. Məsəl üçün dediyim ki, platonikdə olurdu o. Məsəl üçün görürsən birisini sevirsən, deyirsən ki, mən bununla xoşbəxt olardım, amma yersən başqası ilə evlənirsən. Və deyirsən ki, kaş onunla gedib mən evlənərdim. Elə bir bu hamıda olur. Və əsasən qadınlarda cavab çox yaxşı. Çünki sevgisinə başqası evlənib yaşayır və ərində xoşuna gəlməmiş ilk yadına şey, mən ona gəlsin, toşun bunu etməz. Halbuki ona mətərini edəcəkdir. Bununla özünə təskinlik tapmağa və daha çox özünü qınamamağa, özündə səhvi görməməyə çalışır. Belə bir indi xarici bir şey oldu. Case-lə də mən qarşılaşmışam. Belə bir case-lə qarşılaşmışam. Deyir ki, bəs məsəl üçün hansısa bir oğlan getdi bir xanıma elçilik və yaxud da nəsə təklif etdi. Xanım yox dedi. Oğlan getdi dərhal başqası ilə evləndi. Yəni qadın da deyir ki, "Ay, kaş mən ona hədiyyə edirdim vaxtında. İndi nə bilim nələri var, nə bilim imkanları var, nə 5 uşağı var." Yaxşı ki də yox deyib. Çünki o oğlan yazıq olardı. Onun nələrinəsə görə ərə gedəcəksə. Nə oldu və bunu sevirdin, getdin dərhal 3 gün sonra başqasına necə evlənə bildin? Əcəb elədi. Ayrılanda bu çox baş verir. Sevgimiz bitdi artıq. Biz indən sonra dost qalaq məsələsi. Mən də sizə bir sual verəcəm. Sevgi bitdi, dost qalaq. Qadınla kişi arasındakı dostluq hansı həddə? Bu özünü aldatmaq deyilmi? Bu özünü harasa bir yerə bir hissə saxlamaq deyilmi ki, bəli, nə vaxtsa bir əslində sevgi bitməyib də. Bitsə zaten ayrılardı. Bitsə zaten ayrılardı. Bir də sevgidə əgər istər qadın, istər kişi tərəf ignor edir. Ən faciəli şey bilirsiniz kişilərin düşünmədir. Bir qadın bezmir, dözür və sonda bir dəfəlik bitirir. Amma kişilərdə bu olmur. Gedir,
bitdiyini düşünür, qayıdır, bir də eyni şey. Amma qadınlarsa dözür və sonunda bir dəfəlik edir. Bu həqiqətən son olur. Ən böyük faciə qadının biganəliyi başlayarkən başlayır. Ona görə də sevginin dəyərini Əslində bilmək düz lazım. deyirlər də, yəni ailəni saxlayan qadının Bəli. əslində sevgisi. Bilirsiniz, deyir, çox gözəl bir söz, Angelina Jolie'nin bir sözü çıxdı qabağıma, çox gözəldir. Qadın bir çiçək kimidir, onu su almağını istər. Yəni qadın sadəcə nə istəyir? Sadəcə ona hörmət və ilgi. Ailə problemlərində qadın rahatlıqla bu dövrdə adlayır. Amma və sevgi. Sevgi ali hissdir. Sevgi müqəddəs hissdir və sevgi Allah vergisidir. Hər adam sevməyi bacarmır. Onu Sevməyi deyəsən. bacarmayan bir insansa xoşbəxt ola bilmir. O qədər ağır sevgi travması yaşamış qadınlar olur. Yəni elə tip xanımlar var ki, həyatına hər adamı yaxın buraxmırlar. Və buraxdığı adamdan da ağır zərbə alarkən onlara buna ən azı 1 il vaxt lazım gəlir ki, bu travmanı adlasın və əvvəlki özünə olan dəyərini qaytarsın və artıq insanlara güvənməyi öyrənsin. Çünki Əksi olur axı, güvənmir. bilirsiniz, yox olur. Əgər Nəyə görə deyirəm? əvvəl həyatda hər adamı daxil etməyən bir qadın kimisə daxil edirsə, demək seçib edir və sonda daxil edirsə və adamdan xəyanət görürsə, ən ağır travma xanımlar üçün budur. Ondan sonra o mərhələni keçə bilmir də artıq. Bəli, keçirlər, amma minimum 1 il vaxt gəlir, lazım gəlir. Çünki bu insanın həyatda bir daha özünü təsdiq etməsinə, zaten o, əgər o xanım bilirsə, hər adam həyatına yaxın burax, demək bu öz dəyərini bilən bir xanımdır. Bilirsiniz, çox təəssüf ki, indi belə xanımlara az dəyər verilir. Yəni bir həyatına yaşın az olmağına rəğmən 3-4 nəfər daxil etsə, demək bu sevgi axtarışında sevgi acı olan bir insandır. Və tələsməsinlər. İstər xanımlar, istər bəylər, həyatına kimsə sevgi sadəcə mücadilə hissidir. Sevgi acı deyirik də, sevgi acıq. Bəs doymaq mümkündür bu sevgidən? Yox. Onda sevgi olmur da. Ata oğlum deyəcəm sizə. Sevgilər müxtəlifdir. Ailəni gözəlləşdirən də birgə dünyaya gələn övladlardır və ata-ananın doyumu hissi olmur. Bu yeganə hissdir ki, bu hissdən insan doymur. Bu hiss olduqca insan xoşbəxt olur. Bu hiss insanı həm gücləndirir, həm zəiflədir, həm xoşbəxt edir, həm bədbəxt edir. Sevgi bitməz bir hissdir. Mən həmişə sevginin sonsuzluq işarəsinə bənzədirəm. Sevgi bitmir. Verdikcə Bəli. çoxalır. Sevgi qalır, amma İstər-istəməz şuurun, hətta sevərək ayrılan insanların şuurun bir yerində sadəcə böyük simpatiya hissi qalır. Sevinç xanım, biz bugün sevgi nədir sualına fərqli cavablar tapdıq sizinlə. Təşəkkür edirəm bugün dəvəti qəbul etdiniz, gəldiniz. Maraqlı oldu sizinlə söhbət. Təşəkkür edirəm. Mənə çox xoş oldu. Təşəkkür edirəm dəvətiniz üçün. Sağ olun. Sözünüz varsa mı? Siz səhv etmirəmsə bugün belə bir tamamlandıraq. Mən çox istərdim, istər gənclər, istər ailəli cütlüklər bir şey xatırlasınlar. Sevgi, mücadilə, zəhmət, qoruma, özünkləşdirmə hissi tələb edən bir varlıqdır. Və bu varlığı özünüzdə birinci başlayın formalaşdırmağa, qorumağa. Çünki öz fiziksel tələblərinizin arxasınca deyil, emosional tələblərinizin arxasınca deyil, ona sahiblənmə, qoruma, yaşatma, mücadilə də inandırım sevginizin gözünüzdə böylələrə qaldıracaq. Bu hisslə aparın, bu hissi özünüzdə formalaşdırmağa bacarın. Sevgi ali hissi, sevgi Allah vergisidir. Və bunu qorumaq, qorxmaq lazım deyil, sevgini qorumaq lazımdır. Təşəkkür edirəm Sevinç xanım. Bugünkü qonağımız klinik psixoloq Sevinç Məmmədova idi. Hələlik.